Doğru Xəbər Azərbaycan olaraq son dəqiqə bir məlumatı nəzərinizə çatdırırıq. Belə ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin su basmaya məruz qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və kiçik həcmli gəmilərə nəzarət və sulardan xilas etmə dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri davam etdirilir. Keçirilmiş zəruri və təxirə salınmaz tədbirlər sayəsində 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən su çəkmə işləri davam etdirilir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar. Onlar hadisə ilə yerində maraqlanıb əraziyə baxış keçiriblər. Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini birbaşa dinləyib, aidiyyatı qurumlara müvafiq tapşırıqlarını verib. Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər. Məlumat verdiyimiz kimi Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər su basmaya məruz qalıb, vətəndaşlar çətin duruma düşüblər. Doğru Xəbər Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Adil Abdullayev də hadisə ilə əlaqədar Keşləyə gedib, ərazidə hadisənin yaxından şahidi olub və öz tapşırıqlarını verib. Sabah da hava yağıntılı olacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, aprelin 6-sında Bakıda və Abşeronda bəzi yerlərdə yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində intensiv olacaq. Axşama doğru tədricən kəsiləcək. Qeyd olunub ki, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Temperatur gecə 10-12, gündüz 12-16 dərəcə, isti atmosfer təzyiqi isə 762 mm civə sütunu olacaq. Sabah Naxçıvanda da gün ərzində yağış və güclü yağış ehtimalı var. Axşama doğru yağıntıda fasilə olacaq. Temperatur 9-13 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacaq, dağlıq rayonlara qar yağacaq, əsasən şimal və şərq rayonlarında intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək. Bəzi yerlərdə duman gözlənilir, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.